Əli Zeynalov 1913-cü ildə Salyanda anadan olub. O hələ uşaqlıqdan teatra maraq göstərirdi. Elə həmin maraq onu əvvəlcə müxtəlif dərnəklərə, daha sonra isə teatr texnikumuna gətirmişdi. Texnikumu bitirdikdən sonra Əli Zeynalov 11 il İrəvan Dövlət Azərbaycan Dram Teatrında çalışıb. Daha sonra isə Azərbaycan Dövlət Dram Teatrında işləyib. Əli Zeynalov teatr səhnəsində Antonio və Kleopatra, Sən həmişə mənimləsən, Oqtay Eloğlu, Od Gəlini kimi tamaşalarda müxtəlif obrazları canlandırıb. Ömrünün 40 ilini teatra həsr edən Əli Zeynalov müxtəlif vaxtlarda filmlərə də çəkilib. O ən məşhur rolunu şübhəsiz ki, Bir Qalanın Sirri filmində oynayıb. Sən çox nankar adamsan həkim. Mən sənə bu qədər hörmət eləyirəm. Hörmətini görürəm, xan. Əli Zeynalov bu filmdə Simnar xan rolunu oynayıb. Görkəmli aktyor həmçinin filmlərin səsləndirilməsi ilə də məşğul olub. Bəxtiyar filmində baş qəhrəmanı, yəni Bəxtiyarı, Uzaq Sahillərdə filmində isə Mixailonu Əli Zeynalov səsləndirib. Mixailo obrazını oynayan Nodar Şaşıqoğlu Əli Zeynalovun səsləndirməsini o qədər bəyənir ki, daha sonra çəkildiyi bütün filmlərdə də səsləndirmə işini məhz görkəmli aktyora həvalə edir. 90 FM